Salam hörmətli müəllimlər. Bu videoda Ələddin müəllimin kitabında yer alan iki maraqlı çalışmanın izahını verəcəm sizə. Demək, birinci məsələ deyir ki, bir sinifdə eynəkli qızların sayı eynəkli oğlanların sayının 2 qatına, eynəksiz oğlanların sayı isə eynəksiz qızların sayının yarısına bərabərdir. Eynəkli oğlanlarla eynəksiz qızların sayı 2 və 3 ilə düz mütənasib olarsa, sinifdə ən az neçə şagird var? Gəlin oxuduğumuz məsələləri modelləşdirək. Deməli, olsun eynəkli qızlara deyək X, eynəkli oğlanlar olsun Y, eynəksiz qızlar olsun A, eynəksiz oğlanlar olsun B. Eynəkli qızların sayı eynəkli oğlanların 2 qatına bərabərdir. Yəni X bərabər 2K, 2Y daha doğrusu. Eynəksiz oğlanların sayı isə eynəksiz qızların sayının yarısına bərabərdir. Eynəksiz oğlanların sayı eynəksiz qızların sayının yarısına bərabərdirsə, onda eynəksiz qızlar eynəkli oğlanlardan 2 dəfə çoxdur. Eynəkli oğlanlar, yəni Y və eynəksiz qızlar, yəni A. Bunlar 2 və 3 ilə düz mütənasibdir. Burada nə alırıq? Y bərabərdir 2, X yazmışıq, Y 2K yazaq. A bərabər 3K yazaq. X olacaq 4K, B olacaq A böl 2, yəni 3K böl 2. İndi bizə deyir ki, sinifdə ən az neçə şagird var? Biz onu bax burada müəyyənləyəcəyik. B axı saydır. Sayda olması üçün K ən azı 2 olmalıdır. Demək, biz K'nın ən kiçik qiymətini 2 götürürük. Onda Y olacaq 4, A olacaq 6, X olacaq 8, B də olacaq 3. Sinifdə cəmli şagird var. Eynəkli, eynəksiz oğlanla qızla birlikdə. Toplam 4, üstə gələk 6, üstə gələk 8, üstə gələk 3. Yəni 21 şagird var ən azı. İyi variantı. Növbəti ikinci sualda A böl B bərabər C böl D bərabər Y böl F bərabər 4. A üstə gəl 2C çıx 4Y bərabər 12 olarsa, 2F çıx D bərabər 4 olarsa, bizdən soruşur A-nı. Biz bax buna fikir verəcəyik. C 2'dir. Fikirsiz. Y isə 4'dür. Yəni biz C-ni 2'yə vuracağıq. Onda D-ni də 2'yə vurmalıyıq. Y-ni 4'ə vurursa, F-i də 4'ə vuracağıq. Və biz nə edirik? Buradan tənasübün xassəsini tətbiq edirik. Hansı xassədir o? Surətlərin cəmi, yəni A çıxılsın 2, A üstə gəl 2C çıx 4F bölünsün məxrəclərin cəmi B üstə gəl 2D çıx 4F. Yuxarıda 4Y'dir. 4F. Bu da bərabərdir 4'ə. Gördüyünüz kimi A çıx 2C çıx 4Y 12'ye bərabərdir. Yəni kəsin surətində biz 12 yazacağıq. 12 bölünsün B üstə gəl 2D çıx 4F 4'dür. Buradan alırıq ki B üstə gəl 2D çıx 4F bərabər 3. Bizə verib 2F çıx 4D, yox 2F çıxılsın D bərabər 4. 2F çıxılsın D bərabər 4. İkinci tənliyin hər iki tərəfini 2'yə vurub tərəf-tərəfə toplasaq, alırıq ki B bərabərdir 11. B 11'də amma bizdən soruşur A-nı. Gördüyünüz kimi, bax buradan fikir verin. A bölünsün B axı 4 idi. B 11 olduğuna görə alırıq ki A bərabərdir 44. Cavabımız D variantında olacaq. Sağ olun, növbəti videolarda görüşərik.